İndi mən sizə bir video göstərəcəm. Bunu aparıb Trumpa da göstərmək lazımdır ki, Kiyevin girəcəyində nə baş verib, Rus tankları və Rus tankçıları, Rus ordusu necə orada məhv olub, iti qolan kimi oradan qovublar o imperiyanın oradakı çirkab tanklarını və Rus zabiti öz yüksək rütbəli zabitinə orada hesabat verir və deyir bizi necə vururlar. Baxın bu videonu, görün nə baş verib orada Kiyev ətrafında. Голова колонны попала в засаду, командир полка погиб, по остальным разбираюсь. Сейчас как разберешься, всех соберешь, мне доложишь, как понял. Оттуда били артиллерия, танки, с беспилотника, так я понял, Байрак. Bayraktar deyəcəkdir, orada bıçaqlayırlar ki, deyir Bayraktar, Bayraktar da oradadır. Bəli, Türkiyənin burada böyük rolu var. Onun üçün Albaniyada indi Makron barmağını çıxarda bilmir orada. Çünki sən o barmaqla qıraqda oturub gündə Putinə zəng eləyirdin. Gəlin onun sifətini saxlayaq. Yadından çıxıb Makron, cənab Makron. Biz ora bayraktarlar verəndə, biz ora benzinlə kömək eləyəndə, biz humanitar yardımla Ukraynaya kömək eləyəndə, sən onun sifətini saxlamaq istəyirdin. İndi o başqa bədən hissəsini saxlamaq istəyir. O haydadır. Amma sən o vaxt onun sifətini saxlamaq istəyirdin. Merkel hər gün zəng eləyirdi. Merkel, gəlin bir şeydir, Putin nə deyir, Putin əsəbləşdirməyək. Bu, deyir orada bayraktar. Bayraktarlarla o şəhər qorunub. Ukrayna xalqı öz qanı ilə öz vətənini qoruyur. Və slava Ukrayini. Öz qanı ilə qoruyur öz vətənini. Nə palçığa girib? O, Amerika yüksəkliyində, statusunda olan dövlətin, dünyanın ən güclü, qüdrətli dövlətin dövlət başçısı bu sözü deməməlidir. Palçığa batıb sən demə. Palçıq kişi. Batıb onun üçün Rusiya Kiyev ala bilməyib. Putin əvəzinə bu onun halı belə yumuşaldır. Ayıb. Hayf. Görəcəkli günlərimiz varmış. Onu deyə bilərəm. Atalar bu sözü deyirlər. Gözəl də sözdür bu. Baxın əziz dostlar. Bu sözləri, bu həqiqətləri Rusiyada da danışan bizim həmyerlimiz var idi. Atabala. Heydər Camal və Orxan Camal öldürdülər. Bir taxtabaşını gördüm, fikir verin, o səsi çıxmadı burada. Biz ancaq burada danışırıq ki, bizim həmvətənimizdir, elmlidir, öz də İslam dininin təbliğatçısıdır orada. Adam, yəni namaz qılan, İslamın xeyri yoxdur. Taxtabaşlar onun da həmişə Rusun tərəfində olacaq, Rus imperiyasının tərəfində olacaqlar. Həmişə. Bu da ümumiyyətlidirlər ki, çirkə o qədər çürüyüblər ki, başa düşürsünüz. Xocalını da denən, 20 yanvarda denən, bax gözünün qabağında öz ailəsini də belə denən, o genə deyəcək ki, yox, o düz eləyir. Çünki o çmodur, çmo. Человек moralno опущенный, yəni mənəvi düşkün insan. O çürümüşlər azaldıqca millət ancaq özünə gəlir və millət. Çünki bədən mikroblarla doludursa, o bədən sağlam qala bilməz və onlar, o rus başlar burada, onlar mikrobdur, mikrob bədənimizdə. Biz hələ onları təmizləməklə məşğuluq. Amma o mikrobdan təmizləmiş Orxan Camal var idi. Elmli və təkrar edirəm, yəni də İslam dəyərlərini daşıyıcısı. O, Rusiyada verilişlərdə onu danışırdı. Deyirdi ki, Krım sizindir. Siz Krıma girib oradan türkləri, müsəlmanları öldürüb qovmuşsunuz oradan. 300 min gecə ilə adamı yerindən, yatağından çıxardıb, yük qatarlarına, heyvanlar daşınan qatara doldurub düz Qazaxıstan çöllərinə. Evdən bir əşyanı belə götürməyə qoymayıblar. O gedənlər müsəlman dördü, müsəlmanlar hara baxır İranda və yaxud da Ərəbistan ölkələrində başlarını yellədilər Trumpın qabağında belə. Bir kəlmə o Krım tatarları barəsində, Krım türkləri barəsində bir müsəlmanın səsi çıxıbmı indiyə qədər? Taxtabaşları atıram bir tərəfə. Bir müsəlmanın səsi çıxıbmı? Yerindən, yatağından qız uşaqlarını, bala 3 yaşında uşaqları götürüb qatara hamısı da orada öldülər. O qatarlarda sürgün ölüləndən bütöv bir xalqdan gedir söhbət. Türk xalqından gedir, Krımdan. Gözəl məkanından, ən gözəl evlərindən. Orada qatarlara yüklənən o insanların %70-i, %50-si öldü yolda. Soyuqda dondular, öldülər. Və bilməm, orada başlarına bir oyun gəldi. Bir müsəlman dövlətinin başı səsi çıxıbmı? Bir Avropa dövlətinin səsi çıxıbmı? Amerikanın səsi çıxıbmı bu barədə? Lend-Lease'lə kömək eləyirdilər, filan şey eləyirdilər. Və Orxan Camal deyir ki, hamısının yerinə, evinə NKVD-nin adamlarını köçürmüşsünüz. Oradakı Krımdakı ruslar var ha. O qışqıra-qışqıra referendum eləyirdilər. Amma həmən o bizim evlərdən bizi çıxardıb tullayıb yerinə gətirib onları dürtmüşlər. Onlar səs veriblər. Onlar da orada indi qışqıran. İndi Krımın davasını edirlər Ukraynaya. Krım sənindir, Krım bizim olub ömrü boyu. Və olacaq da görəcəksiniz.
Albaniyadakı bir daha deyirəm o prezidentlər arasındakı görüşdə o mənzərə də sübut edir ki, olacaq. Krım bizim dədə-baba torpağımızdır. Necə ki, Qarabağ bizim dədə-baba torpağımızdır, Krım da bizim dədə-baba torpağımızdır. Və baxın, görün Orxan Camal Rusiya həmən o propagandon verişlərində o vaxt nə deyirdi? Я, кстати, напомню, откуда взялось так называемое русскоговорящее большинство Крыма. В 1944-м крымских татар выселили, а в их дома, еще не остывшие очаги, поселили выслужившихся на войне НКВДшников, смершевцев. Понятно. И То вот есть сейчас страдания семьи. и есть сейчас тот самый русский мир, тот самый русскоговорящее Хватит, большинство хватит Крыма. рассказывать. То есть, простите, люди Религиозной, жили, у экстремистской них на литературы. полках стояли книги, они стояли 5 лет, 10, они их читали, и все было нормально. А потом пришли русские, и вдруг оказалось, что это Я вам уже говорил, запрещено, русские не что пришли, это русские нелегально. А что здесь вернулись. странного? Это Не, подожди. во-первых. А что в этом Во-вторых, в странного? Российской Армен, Федерации существует секундочку. законодательство, которое надо соблюдать. Я с вами Нравится вам полностью это или соглашусь. нет? Мы здесь все живем в государстве, а не в банде. Вот в этом по и закону, проблема. а не по Вот в этом и понятиям. проблема, чтобы все было хорошо. Если бы русские со своим законодательством не совались бы за пределами своей границы. А почему у свободных крымско-татар, извините, нельзя так, наверное, говорить, крымско-татарского закончили. народа автономии не было при Украине? Так у них и сейчас нет. Да что вы говорите? Да. А что, есть? Есть крымско-татарская автономия? Öldürdülər adamı. O işıqlı beyin, o işıqlı düşüncəli bir Azərbaycan evladını, Azərbaycanlını, Türk balasını, özü Qarabağlıdır mən bilən, əsilləri onların. Özü əsil nəcabətli, köklü bir insandılar. Həm atası da, Heydər Camal, həm də özü. Öldürdülər. Öldürdülər. Təkcə onu öldürüblər, özlərinkini öldürürlər. Nemtsov'u Kremlin qabağında, Navalny'ni nə bilim türmədə, nə bilim hamısını da harda gəldi öldürürlər də bunlar da haqq danışanları. Adamı öldürdülər. Görürsünüz? Amma bu veriliş mənə bir verilişi xatırlatdı. Azərbaycanda baş verən, mən ictimai kanala getmişim. Necə oxşayır, ona fikir verin. Amma oxşayır da, belə də. O dəqiqə belə danışırlar. Qorxurlar haqq sözdən. Necə fikir verim ki, düşüblər üstünə, bir şey danışırlar. Mən o vaxt televizyonları tənqid edirdim və qıraqdan düşmüşlər üstümüzə. Və orada bir dənə fərq var ki, burada bilirsiniz də o əl çalan adamlar var. Orada işıq yanır, onunla əl çalırlar da. Bu proqramda işıq yandırırlar, amma Orxan Camalın əleyhinə əl çalır. Amma məndə ictimaidə oradakı adamlar da mən dediyim sözlərə əl çalırlar. O işığı yox. Biz işıq yandırırlar, onlar üçün əmrə yox, biz dediyimiz haqqa əl çalırdılar. Çünki biz onlardan çox fərqliyik millət olaraq. Ona görə mən bundan qürur duyuram və təşəkkür edirəm. Bütün orada mən dediyim sözləri alqışlayan tamaşaçılarımıza və indi də tamaşaçılarımıza təşəkkürümüzü bildirirəm. Like şərəsini tıklayın əziz dostlar, hardan baxdığınızı mütləq yazın. Orxan Camal'ı öldürdülər. O Krım bizim torpaqdır. İndi o Krım, oradan qaçan o Krımların hələ Yekaterina vaxtında Potyomkin ora gələndə, Potyomkin gəlibdir. Bizsə Potyomkin kəndlərini orada o düzəldib, yalançı kəndləri Yekaterina üçün. Oradan Türkiyəyə gedən Krım tatarları, Krım türkləri, tatar deyirlər, türklər də olar. Bunlar hamıya tatar deyirlər, bizə də tatar deyirlər. Qafqaz tatarları, Ural tatarları, Krım tatarları, bilməm, Qazan tatarları. Ruslar bütün türklərə tatar deyirlər. Onlar türkdülər. Özü Oğuzdular. Bizimlə eyni xalqıq biz, eyni dildə danışırıq, eyni. Eyni dinə, eyni dilə, eyni mentallığa mənsubuq biz o Krım türkləri ilə. İndi Erdoğan o Krım türklərinin haqqından geriyə dayanacaq, dayanmayacaq. İlham Əliyev də dayanmayacaq. Onlar bizim soydaşlarımızdır. O Krım bizim torpağımızdır. Demirəm onu alıb nə Türkiyə, Azərbaycana qatacağıq, amma haqq, ədalət belədir. Və Rus imperiyasının, bax burada onun üçün o Rus evləri bağlanmağı yaxşıdır. Mən gələcəkdə Rus məktəbləri mütləq bağlanmalıdır. Mütləq. Çünki orada ixtisas, xəfiyyələrini orada hazırlayırlar. Və onun, Rus imperiyasının təyin elədiyi diplomat ölkələrə, o artıq xəfiyyədir. Heç də düşünməyin, və bayaq dedim, Rusiyanın səfiri Türkiyədə öldürüldü. O xəfiyyəlik eləyirdi o Karlov. Xəfiyyəlik eləyirdi. Hətta Jirinovski dedi ki, не надо сувать свой нос куда не надо. Şey üçün dedi, Karlov üçün. Yəni başın girmək yerə burnumu soxma, onu demişdi. Jirinovski demişdi. O səfirlər hər yerdə işləyirlər, siz Fransada olsun, siz harada olur olsun, o ancaq ki, ara vurmaq, başa düşdünüz, kompromat, kimin üçünsə nəsə hazırlamaq, bununla məşğullar.